Bəzən xanımlar ağır diyetlərlə, qreçka qatıq, zəncəfil qatıq, nə bilim nə belə diyetlərlə, inanın mənə, o qədər metabolizmlərini zəiflədirlər ki, heç bir güc, heç bir qüvvət onların metabolizmini sürətləndirə bilmir. Normal züval qəbul eləmirlər, normal karbohidrat qəbul eləmirlər, normal yağ qəbul eləmirlər. Donub çəkim az yeyim, donub çəkim biraz da az yeyim, çəkim donub biraz da az yeyim, çəkim getmir su orucu edim. 2 dənə əlavə hərəkət etməməyin dərdindən birazdan hava ilə qidalananda belə kökələn insanlar çıxır ortaya, təəssüf ki. Ona görə də mən qeyd edirəm bunu. Hərəkət aktivliyiniz arıqlama prosesinizin ayrılmaz bir hissəsidir. Buna hökmən fikir vermək lazımdır. Çəkiniz donanda hərəkət aktivliyinizi artırın. Çəkiniz donanda yeməyinizi aşağı salmayın. Bu, metabolizmi dəstəkləməkdən ötürü çox optimal bir vasitə olacaq.